Biraz çətinliyimiz odur ki, biraz kürdə problem olur. İndi lötkən hərəli bitər 5 gün, 10 gün bitər eləyirik, ta Barkazın yolu düzəlində. Yağıntı az oldu. İndi yazda ola bilsin ki, qalxsın. Hüseyin Mənsur. Külün vəziyyəti pis deyildi. Uzun kışı, yazı, payızı yaxşı olub. İndi müfəqqəti bir 10 gündür nasoslarla əlaqədar su düşüb. İndi bu da müfəqqəti çətinlikdə. İndi nasoslar dayandı, biçim bir başladı, su qədər qalxacaq. Biraz çətinliyimiz odur ki, biraz kürdə problem olur. İndi lötkən hərəli bitər 5 gün, 10 gün bitər eləyirik, ta Barkazın yolu düzəlində. Onda hələlik Barkazdan dayandırılır. İndi müfəqqəti 5-10 günlük, indi yolumuz da ki, görürsünüz, indi düzəldəcək. Yəni ki, Barkaz işləyəcək ondan sonra. İndi müfəqqəti çətinlikdir bu da ki, cəmaatı yola veririk bunu.